İqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərsun Holdingin Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər. Azərsun Holdingə məxsus Qafqaz Konserv Zavodu və Şirvan MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlinaltı məhsulları, popkorn, çərəz və quru meyvə çeşidləri istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. İstehsalatda istifadə ediləcək günə baxan, badam, fındıq kimi məhsullar yerli xammal hesabına təmin olunacaq. Zavodun ümumi investisiya dəyəri 38 milyon manat təşkil edir ki, bunun da 5 milyon manatı Azərbaycan biznesinin inkişafı fondu tərəfindən ayrılmış güzəştli kreditdir. Ərazisi 7 hektarı əhatə edən müəssisədə 210 nəfər daimi işlə təmin edilib. Azərbaycanda istehsalat, o cümlədən emal müəssisələrinin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, istehsal çeşidinin genişləndirilməsi, rəqabətə davamlı məhsul istehsalı ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına da xidmət edir. İxrac potensialını daha da artırır.
Bütün bunlar Made in Azərbaycan brendi altında məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu yeni zavodun yaradılması ölkəmizdə sahibkarlığın təşviqi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.